Salam, bugün sizə 7-ci sinif biologiyadan kesik etdiyini izah edəcəm. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Elə isə başlayaq birinci sualla. Aşağıdakılardan hansı qida zəncirində istehsalçıdır? Ümumiyyətlə, nədir istehsalçı, nədir istehlakçı? İstehsalçı qeyri-üzvü maddədən üzvü maddə yaradan canlılardır. İstehlakçılar isə istehsalçının yaratdığı ilə qidalanan canlılardır. Yəni hazır olaraq qidalananlardır. İstehsalçılar produsent orqanizmlərdir. Produsentlər də, yəni qeyri-üzvü maddədən üzvü maddə yaradan canlılara da biz bitkiləri, heyvanlardan yaşıl Evgleniyanı, Volvoxu misal göstərə bilərik. A variantda baxaq: tülkü, B ot, C ilan, D bayquş. Burada produsent orqanizm otdur. Yəni birdə olacaq B variantı. İstehsalçı, yəni istehsal eləyən otdur. 2-yə baxaq. Qida zəncirinin ilk halqasını təşkil edir. Ümumiyyətlə, qida zəncirinin ilk halqasını təşkil edən orqanizmlər produsentlərdir. Yəni qeyri-üzvü maddədən üzvü maddə yaradan canlılardır. Məsələn, otlar, ağaclar, kollar və s. Yəni olacaq B variantı. Produsentlərə aid oldu B. 3. Aşağıdakı canlılardan hansı produsentdir? Yəni qeyri-üzvü maddədən üzvü maddə yaradan canlıdır. Hansı produsentdir? A variantı bitkilər. Bəli, elə doğru olan A variantıdır. Yadda saxlayın ki, göbələklər arasında heç bir orqanizm, göbələklərdən heç biri produsent deyil. Bütün göbələklər heterotrofdur. Yəni göbələklər hazır üzvü qida maddələri ilə qidalanır. Özləri üzvü maddə hazırlaya bilmir. 4-ə baxaq. Qida qalıqlarını minerallaşdıran hansıdır? A. Redusent, B. Produsent, C. Konsument, D. Amensializm. Ümumiyyətlə, qida qalıqlarını minerallaşdıran canlılar redusentlərdir. Və biz redusentlərə aid edirik göbələklərlə bakteriyaları. 5-ə baxaq. 5-ci sualda şirin su ekosistemlərini istəyir bizdən. Şirin su ekosistemləri. Dəniz, xeyr, dənizin suyu duzludur. Deməli, şirin su ekosisteminə aid deyil. 2. Okean da aid deyil, duzludur suyu. Tundra, savanna bunlar ümumiyyətlə aid deyil. 5-ə baxaq, su anbarı. Bəli, su anbarı şirin su ekosisteminə aiddir. 6. Çay. Deməli, doğru variant oldu. 5 və 6 su anbarı və çay. 6-ya baxaq. Suyun dib hissəsində yaşamağa uyğunlaşmışdır. Suyun dib hissəsində yaşayan canlılar bentos canlılardır. Yəni 6-da olacaq B variantı. 7-yə baxaq indi. Nekton orqanizmlərə misal yazın. Nekton orqanizm, yəni suda faal şəkildə üzən canlılardır. Nekton orqanizmlərə də misal olaraq, məsələn, misal göstərə bilərik balıqları. Suda sərbəst faal üzən canlılar nekton orqanizmlərdir. 8-ə baxaq. Planktonlar hansı mühitdə yaşayır? Planktonlar suda asılı vəziyyətdə yaşayan canlılardır. A-ya baxaq, quruda xeyr, B dağlarda xeyr, su mühitində C variantı olacaq burada. 9-a baxaq. Qida zəncirində ilk pillədə hansı canlılar dayanır? Qida zəncirində ilk pillədə avtotroflar, yəni qeyri-üzvü maddədən üzvü maddə yaradan bitki, ot, ağac və s. Yəni burada olacaq bitkilər, C variantı. 10-cu suala bax. Aşağıdakılardan hansı parçalayıcıdır? Parçalayıcı, yəni redusent. Aşağıdakılardan da redusent olanlar göbələklərdir. Ümumiyyətlə, bakteriya və göbələklər redusent orqanizmlərdir. Burada variantlarda göbələk verilmişdir. Bugünkü kesik izahımız da bura qədər. Kanalıma abunə olmayı unutmayın. Sağ olun.